Bəziləri namaz qılmamağının səbəbini belə deyir: namaz mənə düşmür, yaxud da namazı qılıb tərk edir, sonra belə deyir: namaz məni atdı. Bu düzgündürmü? Bizim dinimizdə belə bir məntiq yoxdur. Bu bəhanədir. Şeytanın vəsvəsəsidir. İnsan namaz qılmamaqdan ötürü şeytan ona vəsvəsə eləyir, özünə bəhanə gətirir. Hazır deyiləm, namaz mənə düşmür, namaz yaxud da məni atdı. Bu səhv fikirlərdir. 2. Baxırıq Qur'an-ı Kərimə. Allah Teala bizi namaz qılmağa əmr eləyib. Peyğəmbərlər namaz qılıblar, əhl-i-beyt imamlarımız namaz qılıblar. Namaz insanla Allah arasında gündəlik rabitədir. Bunun düşməsi yoxdur. 3. Kimsə fikirləşirsə, mən namaz qıldım, bəla gəldi, problemlər gəldi, deməli namaz mənə düşmür, bu düzgün deyil. Niyə? Çünki Peyğəmbər əhl-i beytindən çox bəlalar içərisində olan varmı? Allahın salamı olsun onlara. Onlar daha çox bəla görüblər. Ona qalsa onda onlar görə heç namaz qılmayardılar. Halbuki baxırıq, ən çox namaz qılan elə onlardılar. Əksinə son. Namaz düzgün şəraiti ilə, mənəviyyatla qılınarsa, insana çox problemlərdən çıxış yolu açar. Ona görə də Qur'an-ı Kərimdə Allah Teala belə buyurur: namazdan kömək alın. Vəstəinu bis-sabri vəs-salah. Səbr və namazdan kömək alın. Namazdan biz problemlərimizin həllində kömək ala bilərik. Haçansa da bir problem olarsa, səbirli olub və namazı mənəvi qılmalıyıq ki, o bizə namaz dözüm versin. Ona görə də bu şübhələrə və bu vəsvəsələrə inanmayın, namaz vacibdir, düşməsi yoxdur.